Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 15 mart 2026-cı ildə 11-ci siniflər üçün təşkil olunmuş buraxılış imtahanı riyaziyyat suallarının yaz tipli sualların izahlarına baxırıq. Deməli 79-cu sualda katetləri 6-8 olan düzbucaqlı üçbucağın böyük katet ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın deyir. Edəcəyimiz nədir? Deməli 79-da. Əvvəlcə fiquru çəkirik. Fiqurumuz bizə konusu ifadə edir. Təpədən başlayaraq hündürlüyü çəksək, həmin hündürlüyün qiyməti böyük katet dediyinə görə 8-ə bərabər olur. Aşağıdakı məsafə, yəni radiusun qiyməti 6-ya bərabər olur. O zaman doğuran Pifaqor teoreminə görə 10-a bərabər olur. Bizdən istədiyi alınan fiqurun yan səthinin sahəsini tapın. Fiqurun yan səthinin sahəsini taparkən nə etmək lazımdır? Pi r l düsturundan istifadə edirik. Deməli, pi vurulsun, radiusun qiyməti 6, l-in qiyməti 10, hasilləri bizə verəcək 60 pi. Növbəti sualımız, deməli 80-ci suala baxırıq. 80-ci sualda Samir hər birinin satış qiyməti 250 manat olan su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. Bundan əlavə satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Deməli, 250-nin öncə biz 4%-ni hesablayaq. 4%-ni hesablasaq, deməli, olacaq 4-ə vurub 100-ə bölsək 10. Deməli, 4% qədər bonus alır. Deməli, hər 250 manat olan 4% qədər bonus alsa 10 manat bonus almalıdır. Birinə qarşı 10 manat əlavə bonus alır. Yanvar ayında əmək haqqı 1400 manat oldu. Deməli 1400-dən çıxırıq 1000 manat əsas maaşını, bu eləyir 400 manat. 400 manatında hər biri 10 manatdan olan neçə ədəd filtr satıb hesablasaq 40 ədəd eləyir. Eyni qayda ilə fevral ayında isə 1560 manatdır. 1560-dan çıxırıq 1000 manatı. Deməli, cavab 560 edir. 560-ı bölsək 10-a, cavabımız 56 edir. 56. Deməli, ilk dəfə 40, növbəti, yəni yanvar ayında 40, fevral ayında 56 detal. Ona görə fevral ayında yanvar ayındakından neçə ədəd çox filtr satmış deyir. 56-dan biz 40-ı çıxırıq. Doğru cavabımız 16 edir. Növbəti, printer bir səhifə rəngli kağızı 50 saniyə, bir səhifə ağ-qara kağızı 30 saniyə çap edir. Yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, deməli, bizdən tələb etdiyi neçəsi rəngli olub, onun cavabını tapmaqdır. 81-ci sual. Bizə ümumilikdə, yəni birini rəngliləri A götürsək, rəngsizləri, yəni ağ-qaranı B götürsək, bunların ümumilikdə cəmi 40 verib. Sonra 50 saniyə rəngli, 30 saniyə rəngsiz bir yerdə hesablasaq, ümumi yarım saat müddət deyil. Yarım saat 30 dəqiqə. 30 dəqiqəni saniyə çevirsək, edəcək 30 vur 60, 1800 saniyə. Deməli, bizdən istədiyi neçəsi rənglidir. Yəni, A-nın qiymətini istəyir. A-nın qiymətini istəyirsə, biz nə edə bilərik? A plus B bərabər 40 ifadəsində A-nın qiymətini tapa bilmək üçün hər bir tərəfi 30-a vuraq. Olacaq 30A plus 30B bərabər 30-u 40-a vursaq 1200. Sonra bunları alt-alta çıxsaq, 50A-dan 30-a çıxsaq 20A edir. 30B-ləri islah eləsək 0, 1800-dən 1200 çıxsaq 600. A-nın qiyməti 600 bölü 20, yəni 30-a bərabərdir. Növbəti sualımız, deməli, çevrə xaricindəki A nöqtəsindən çevrəyə AB toxunanı AD kəsəni çəkilmişdir. Bizim edəcəyimiz 82-ci sualda. 82-ci sualda. Deməli, burada verilənləri qeyd edək. AB-nin qiyməti kök altda 5 verib. Burasını kök altda 5 verib. Sonra AC-nin qiymətini 1 verib. AC-nin qiymətini 1 verib. Edəcəyimiz nədir? Biz əvvəlcə AD-nin qiymətinə baxaq. AC-ni AD-yə vursaq, alınan cavab AB-nin kvadratıdır. Qısaca, AB kök altda 5 kvadratı 5 eləyir. Oldu 1 vur AD bərabər kök altda 5-in kvadratı, yəni 5. AD-nin qiyməti qısaca 5-ə bərabərdir. AD-nin qiyməti 5-ə bərabərsə, CD-nin qiyməti AD çıx AC, yəni 5 çıx 1, 4-ə bərabərdir. İndi edəcəyimiz nə? Əlavələr etsək, mərkəzindən perpendikulyar çəksək. CD
deməli 4 idi. Mərkəzdən perpendikulyar çəkərsək hər hansı bir vətərə, vətər yarıya bölünür. Deməli burada kəsişmə nöqtəsini M götürsək, MD məsafəsi 2-yə bərabər olacaq. Sonra nə edirik? O nöqtəsi ilə D-ni birləşdirsək radius alırıq. Qısaca bizim aldığımız üçbucaqda görüntü belədir. Həmin OM məsafəsi BA məsafəsinə bərabər deyə kök altında 5 yazırıq. Bizə lazım olan radiusun qiymətidir. Radiusun qiyməti də Pifaqor teoreminə görə kök altında 5-in kvadratı 5, 2-nin kvadratı 4, toplasaq 9 eləyir və kök altında 9 eləyir və oradan da doğru cavab 3-ə bərabər olur. Növbəti sualımız dənizin A və B nöqtələrindən olan gəmilər AEBD düz xətlər üzərində hərəkət edirlər. DE 12-yə bərabərdir. Qeyd edək. DE 12-yə bərabərdir. Sonra BD 20-yə bərabər. Bütün məsafə 20-yə bərabərdir. Əlavə olaraq AD 9-dur. Sonra bizdən tələb etdiyi nədir? Trayektoriyaların C kəsişmə nöqtəsindən D məntəqəsinə qədər olan məsafəni tapın. CD-yə bir x desək, CB-nin qiyməti 20 çıxılsın x olacaq. BDE düzbucaqlı üçbucağında DB 20, DE 12 olarsa, BE-nin qiymətini tapsaq, bu bizə 16 verir. İndi əlavələr nəyə baxırıq? Bizə verilən əlavələrdə buradakı bucaq A bucağı BE A bucağına bərabərdir. Niyə? Çünki bunlar çarpaz bucaqlardır, bərabərdir. Və həmçinin də ortadakı bucaqlar da qarşılıqlı bucaqlar deyə bərabərdir. Biz 2 dənə aldığımız üçbucağı oxşar olaraq götürürük. ACD üçbucağı ilə BCE üçbucağı. Bu üçbucaqlarda nələr yazırıq? Deməli yazırıq ki x-in A-nın qarşısında duran tərəfin E-nin qarşısında duran 20 minus x-ə olan nisbəti bərabərdir. Deməli ACD-nin qarşısındakı 9-un BCE-nin qarşısındakı 16-ya nisbəti. Bu ifadələri çarpaz yazsaq, daha doğrusu çarpaz bir-birinə vursaq, nə alırıq? 16x bərabər 20-ni 9-a vursaq 180 minus 9x. 9x sola keçsək toplasaq 25x bərabər 180. 180-ə bölsək 25-ə 7,2. Bir hava yolu şirkətində tək istiqamətli biletin qiyməti 150 manat, geri dönüş təyinatlı biletin qiyməti isə 180 manatdır. Cədvəldə Asif və Nurayn bu şirkətdən aldığı biletlərin sayı göstərilib. Onlar hər iki növ biletdən ən azı bir ədəd aldılar. Əgər onların ödədikləri ümumi məbləğ eyni olarsa, Nurayn aldığı tək istiqamətli biletin sayını tapın. Yəni x plus 4-ün qiymətini tapmaq lazımdır. İndi biz bunun tənliyini yazaq. Tənliyini yazarkən nə edirik? 18 minus x-ı tək istiqamətli olduğuna görə 150-yə vuracam. 150 vurulsun 18 minus x. Üzərinə əlavə edəcəm. İki tərəfli olan x-dır, 180 manat, yəni 180 vurulsun x bərabər olacaq. Nurayn aldığı, deməli, tək istiqamətdə 150 vurulsun x plus 4 üzərinə əlavə edirəm. İki istiqamətli olan 15 minus x vurulsun 180-ə. İndi bu ifadəni sadələşdirsək, nə alırıq? 150 vurulsun 18 minus 150x üzərinə əlavə edirik 180x sonra 150x plus 600 üzərinə əlavə edirik 180 vurulsun 15 minus 180x. Bu ifadəni sadələşdirsək belə bir görüntü alırıq. Deməli 150 vur 18 ilə 180 vur 15 ifadəsi eynidir. Cavabı 0 edir. Sonra 180x-dan 150x-i çıxsaq 30x eləyir. Sağ tərəfdə 150x-dan 180x çıxsaq mənfi 30 edir. Sola keçirəndə toplamalıyıq. Olacaq 60x bərabərdir. Sağda da 600 qalıb. Buradan x-in qiymətini hesablasaq cavab 10 edir. Cavabı 10 tapdıqdan sonra Nurayn cavablarını hesablamaq üçün 10 üzərinə 4 əlavə edəcəm və doğru cavab 14 olacaq. Növbəti sualda Aqil boş daxıla birinci gün bir ədəd 50 qəpik,
2 ədəd 20, 3 ədəd 10 qəpiklik metal pul atdı. O növbəti gündə daxila atdığı hər növ qəpiyin sayını əvvəlki günə nəzərən 1 ədəd artırdı. Neçə gün sonra cəmi 48 manat pul olacaq. Deməli, ilk gün 1 ədəd 50, 2 ədəd 20, yəni 40 qəpik. Toplasaq 90, 3 ədəd 10, 90-ın üzərinə 30 gələndə eləyəcək 120 qəpik. Sonra hər dəfə birini artırdığına görə 80 qəpik əlavə olur, 200. Sonra olur 280 və s. Bu şəkildə davam edir bir neçə gün. Və bunların ümumi cəmi 48 manatdır. Yəni SN 48 manatdır. Manatı çevirsək qəpiyə olacaq 4800. Edəcəyimiz nədir? A1-in qiyməti var. A1-in qiyməti olur 120. Silsilə fərqinin qiyməti olacaq 200 çıx 120, yəni 80. Bir də SN-in qiyməti var 4800. Bizə neçə gündən sonra N-in qiymətini tapmaq lazımdır. N-in qiymətini tapmaq üçün düsturu yazaq. Deməli olacaq SN bərabər 2A1 plus N minus 1 vur D bölü 2 vur N düsturuna istifadə edirik. 2A1, yəni 122-yə vursaq 240. Üzərinə əlavə edirik. N minus 1 vurulsun D-yə. D-nin qiyməti 80-dir. 80-i vuracam N çıxılsın 1-ə. Böləcəm 2-yə. Vuracam N-ə. Bərabər olacaq 4800. Sonra edəcəyim nədir? Sadələşdirsək. 80-i N-ə vuruq. Qarşıda bir də N var. Olacaq 80 N-in kvadratı. Minus 80 N. Plus 240 N. Bərabər 9600. 2-ni 480-ə vurdum. 4800-ə vurdum. Oldu 9600. Sonra nə edirəm? Sadələşdirirəm. Sadələşdirəndə 240-dan çıxırıq 180-i edəcək. Deməli 80-in kvadrat üstə gəl 160-in. Minus 9600. Bərabər 0. Hər birini 80-ə bölsək N-in kvadratı plus 2N minus 120 bərabər 0. Deməli, N-in qiymətləri cəmini hesablasaq, mənfi 2 verməlidir. Hasillərini hesablasaq, mənfi 120 verməlidir. Hasili mənfi 120, cəmi mənfi 2. Ədədlərimiz mənfi 12 ilə müsbət 10 olur. Mənfi qiymət ala bilməz, çünki naturalla ifadə olmalıdır. Doğru cavabımız olur müsbət 10.